Qardaş, bütün ayaqqabılar tək qiymət 13 manat. Bax, girdin ayaqqabı otanıza, bax bu başdan axıra qədər hamısı 13 manat, amma hansı məhsulların 13 manata qoymuşam? Gəbirə. Bax elə, bu məhsulları sizə kim 13 manata verirdi? Bax, bu AX olsun, və yaxud nə bilim, bax, bu olsun. Yəni qəribə malları 13 manata qoymamışam. Mən göstərirəm ki, yəni bunları vallahi mən 20 manata da qoysam, yenə də hamıdan bir dəqiqə ucuz satmış olacaqdım. Heç biri sezonu keçmiş qəribə mallar deyil. Qəribə malları ki, işte 6 manata qoymuşam mən. Belə də yəni ondan ucuz satıram. Hansı məhsulları göstərir? Görürsünüz, heç bir məhsul burada ikinci dəfə təkrarlanmır. Yəni vitrini saysaq burada 3, 6, 8-i burada rahat 120-130 dənə çeşid var, vallahi billah. Yəni hamısı normal çeşidlərdir. Ən ucuz məhsulun maya dəyəri 20 manat. Amma yenə deyirəm, video yaxşı izlənməsə kampaniyanı davam elətdirməyəcəm. Çünki mən istəyirəm ki, bu partlasın, gəlsin bunu hamı sayla aparır. Yəni video izləməyim maraqlı deyil. Yəni bu məhsulu sayla sayılmağı maraqlıdır. Gördüyünüz bu 3 divar nə alsan 13 manat, orta dərəcədə nə aldın 25 manat. Hamınızı gözləyirəm, xidmətinizdə. Bura bizim 20 yanvar fiqamızdır. Çox danışamıram, işdən nəfəs olmasın.